Salam əziz tələbələr, biz bugünkü dərsimizdə sizlərlə CSS-dən transformlar haqqında danışacağıq. Transformun translate, scale, rotate və sketch propertyləri haqqında danışacağıq. HTML-də bir dənə div yaradıram, içini boş saxlayıram, lazım olsa məlumat doldurarıq. Gəlib burada divə dizayn verirəm. Bizim olsun 200 piksel. Heyətim də həmçinin olsun 200 piksel. Background color red. Başqa nəsə ehtiyacım varmı? Bəli, bir dənə mərcim verək. 100 piksel yuxarıdan aşağıdan, sağdan soldan auto. Tamam, buna bir dənə browser üzərindən baxaq. Tamam, elementimiz bu formada ekranımıza oturdu. Gələ indi isə başlayaq ən birinci öyrənmə. Orada transform, translate nədir, nə iş görür? Bunu göstərmək üçün divimin hoverini istifadə edəcəm. Hoverini keçən dərslərimizdə demişdik sizlərlə. Üzərinə gəldikdə bir əməliyyat, bir prosesi icra etmək üçün istifadə olunur. Yəni, üzərinə gəldə nə baş verəcək? Transform deyirəm, translate deyirəm. İlk öncə tanıyaq, transform, translate x nə deməkdir? Yazıram içərisinə 200 piksel. Gəlirəm bura. Buna bir dənə transition verək. Transition demişdik əvvəlki dərslərimizdə 1 saniyə verək. Yavaş yerləşəsin. Gəlirəm üzərinə. Burada, over sözündə nöqtə qoymuşam. Divimə eləmişəm, klassla çağırmışam, xeyr. Gəlin divimin üzərinə 100 piksel içəridə verdiyim dəyər qədər sağa gedir və x demişəm deyə x oxu üzərində edir. Yəni, y və x, yəni müstəvi koordinat sistemi yadınızdadır. Üzərinə edirəm, x oxu üzərində sağa doğru hərəkət elədi. Soldan sağa. Bunu bir də y oxu üzərindən deyək. Gəlirəm bura. Benim y. Gəlirəm üzərinə. İndi isə yuxarıdan aşağıya doğru hərəkət elədi. Yəni, transform, translate, y isə y oxu üzərində bir hərəkət deməkdir. Bir də bunun translate'in ümumisi var. 100 piksel, virgül 200 piksel desəm. Gəlirəm üzərinə. Həm yuxarıdan y oxu üzərinə 100 piksel aşağı gəldi. Həm də sağa doğru 200 piksel getdi. Diqqətlə baxsaq. Promoy bura gəlir. Çünki 200 belə gəlir, 100 də belə gəlir. 200 sağa edir, 100 də aşağı gəlir. Tamam. Transform, translate haqqında bu qədər. Gəlirəm buradan translate silək. İndi keçək scale haqqında danışaq. Transform, scale. Başlayaq. 1.5 ya da 2-dən başlayaq tam gerək. Bizim heyətim 200 pikseldir. Gəlirəm üzərinə. Elementimin vizi də böyür, heyət də böyür. Bəs nə qədər böyür? Tam 2 qata qədər. Vizi 400 piksel olur, heyəti 400 piksel olur. Yəni, bura içində yazdığınız əmsal qədər o qədər artır. 1.5 yazsam, 200-ün yarısı hərəsinin öz yarısı qədər də üzərinə əlavə olunacaq. Bu qədər. Böyür. Bir də bunu gəlib 0-dan kiçik, birdən kiçik yazsaz 0.5. Əksinə bu geri qayıdıb balacalaşacaq. Yəni, bu formada maraqlı bir dizayn alınır scale-lə. Bir də scale-in də bayaq translate olduğu kimi x-i var, y-i var. X-nə gəlib 1.6 desəm, yəni x oxu boyunca. Yəni, belə düşünün ki, vizi həmin ölçü qədər artır. X oxu boyunca dartılmağa başlayır, böyüməyə başlayır. Bir də bunun y-i var. Burada da belə düşünün ki, heyəti artır. İlk oxu boyunca heyəti artmağa başlayır. Tamam, bu qədər. İndi gələk tanıyaq. Transform, rotating'i tanıyaq. Başlayaq sadə bir rotate'dən. 300 dek, 300 çox oldu. 100 dek deyəcəm. Gördüyünüz kimi saat istiqamətində dövr eləməyə başlayır. Soldan sağa doğru bu istiqamətdə. Mən bunu gəlib burada mənfi 100 eləsəm bəs, baş verər. Mənfi 100 eləyirəm. İndi isə sağdan sola doğru, geri istiqamətdə dövr edir, fikir verir sizə. Geriyə doğru hərəkət edir. Transform, rotate. İndi isə bunun danışaq x üzərindən. Bu edirəm bir 90 dek. X üzərində yoxa çıxır. Əslində yoxa çıxmır. Yəni, sizdə elə görsən ki, yoxa çıxır. Biraz mən heyətimi artıracam. Ya da dərəcəmi azaldım. Eləyim 60 dərəcə.
Əslində bunu bir dəqiqə görməyiniz çətindir bəlkə də. Əslində bu x ox üzərində qatlanır. Yəni arxaya doğru qatlanır. Bunu görmək üçün gəlib burada bir loremdən istifadə etməliyəm ki, onu tam görəsiniz. Yazdığınızda diqqətlə fikir verin. Get-gedə sanki bir dənə taxtanın üzərində yazı tutmusunuz, düz. Üzərinə gəldikdə isə həmin taxtanı geri əyirsiniz və buradan baxdıqda yazıların oxunması da çətinləşir. Amma sizə ilk görüşdə elə gələ bilər ki, elementin vizi və heyti azalır. Xeyr, əslində divim arxaya doğru hərəkət edir, qatlanır. İndi isə gələk ilki də göstərək. Bu isə ilk ox üzərində bu formada ki, sol tərəfi arxaya gedir, sağ tərəf isə qabağa hərəkət edir. Belə başa düşün. Gəlim üzərinə sol tərəfim arxaya gedir, sağ tərəfim isə qabağa gəlir. Və burada da belə, yəqin sizdə yenə belə görürsünüz ki, vizi azalır. Xeyr, əslində elə olmur. Tamam, bu da bu qədər. Transform, rotate tanıdıq, x-i tanıdıq, y-i tanıdıq. Bir də burada transform z var. Onu da göstərmək istəyirəm. Sizə yazdım ki, məsəl üçün 100 dəqiq. Ən birinci göstərdiyimiz transformla transform rotate ilə eyni işi görür. Rotate yazmışdım adi dediğimiz saat istiqamətində fırlanır. Bu onunla eyni işi görür. Sadəcə fərqləri nədir? Əslində siz fərqi kompüter ekranından baxıb görə bilməzsiniz. Z burada üçüncü bir koordinat verir və o koordinat üzərindən işləyir. Ona görə siz bir dəqiqə buradan baxıb onu hiss edə bilməzsiniz. Əslində bu ən çox bu bir də 3D, yəni 3D qrafikal şəkillərdə istifadə olunur. Yəni bir də rotate'in 3D'si var. Bir dəqiqə, canlı baxaq. Rotate 3D, bəli, o da buradadır. Bir də o var. Bunlar ən çox, ən üstünün ümumiyyətlə 3D şəkillər üzərindən istifadə olunur. Məsəl üçün bir kub şəklidir. Onu hərəkət elətdirirlər, kubun arxasını çevirirlər, sağına soluna çevirirlər. Bu tip işlər üçün istifadə olunur. Bir də qayıtmaq istəyirəm transform rotate-ə, oradan bir şey göstərməliyəm sizə. Bunu edirəm 90 dərəcə. Üzərinə gəlirəm, saat istiqamətində 90 dərəcə çevrilir. Və hardan çevrilir? Təm bax bu mərkəz nöqtəsi var. Bunun üzərindən çevrilir. Bəs mən bunun fırlanma nöqtəsini dəyişə bilərəmmi? Yəni o nöqtəyə nəzərən fırlansın. Bəli, dəyişərəm. Gəlirəm bura deyirəm ki, gəlin bunu mənfi 90 eləyək. Buradan belə arxaya fırlansın. İndi elə eləyək ki, sol küncü var ha, buradan tutub fırlansın. Gəlirəm bura, transform origin, həmin nöqtəni qeyd eləmək üçün istifadə olunur. Left versəm, baxın nə olur? Sol küncü üzərində fırlanır. Bu künc var ha, bu küncüdən üzərində fırlanır. Bəs gəlib mən bura left'in bottomu yazsam nə baş verər? Left'in bottomu yazdıqda isə həmin sol küncün həm də bottomunu götürür. Həm left, həm də bottomun bu nöqtəsi götürülür və fırlama nöqtəsini diqqətlə fikir versəz, tam bu nöqtəni nəzərə alaraq fırlanır. Siz bunu bu cür də yaza bilərsiniz. Məsəl üçün burada bu nöqtədir. Buradan piksellərdən istifadə edib də bir koordinat götürə bilərsiniz. Məsəl üçün mən gəlirəm buraya yazıram. 60 piksel, 0 piksel. X-ox üzərindən gəlsin 60 pikseli bir yer götürsün. O da təxmini gəlib, mən də mouse'un üzərinə qoya bilmirəm. Avtomatik işləyəcək. Bunu göstərmək istəyirəm. Tam baxın, bu mouse'umun kursorumun durduğu yerin aşağısında olacaq təxmini koordinat. Gedirəm. Bəli. Təxmini burada bu i hərfi ya da p hərfindən birindən tutur. Onun üzərinə hərəkət elətdirir buradan. Gördüyünüz kimi fırlanma nöqtəsi bura olur. Yəni bu 60-ı artıraraq, 0-ı da artıraraq bunun üzərindən istədiyiniz bir koordinatdan da istifadə edib hərəkət elətdirə bilərsiniz. Tamam, transform rotate haqqında da bu qədər. İndi isə qaldı transform skeçimiz. Transform skeç əslində tələbələrin ən çox çalışdığı transformlardan biridir. Transform propertilərindən biridir. Skeç. İlk öncə x ya da y-i göstərək. Sonrası da elə ilk öncə bunu göstərək. Y-dən başlayaq. 100 dəqiq deyirəm. Düzmədə çox oldu. Translate-də ölçüsü filan dəyişmirdi. Bir dənə scale də var ki, ölçü dəyişir. Burada isə belə bir forma yaranır. Gördüyünüz kimi. X demişəm. Gəlmişəm bunu eləyək. 50 eləyək, tam görək. X-ox üzərində belə 50 dərəcəlik bir əyilmə baş verir orada. Aşağısı qabağa gəlir, yuxarısı arxaya gedir. Yəni skeç bu işi görür. Bunun bir də belə əzilir sanki. Bir də bunun y-i var. Y-ə baxaq. Bu isə y-ox üzərindədir. Sol tərəf yuxarı qalxır, sağ aşağı düşür.
başıdakı elementin. O da sanki biraz arxaya gedir. Yazıların oxuması çətindir, oradan tutmaq olar. Bir də bunun ümumisi var. Sketch 50 dəqiq x ox üzərində. Burada da ki 1.50 dəqiqdə y ox üzərindən deyirsiniz. Üzərinə gəlirəm. Bəli, hətta elementin ölçüsü balaca deyə tam olaraq hover də verəməmişəm. Üstünə qaçır. Və hətta fikir versə arxada şəkil çevrildi bir dəfə. Elementim, divim daha doğrusu, başını şəkil dedim. Divim hətta bir dəfə orada tam çevrildi. Yəni sketch bu üçün istifadə olunur. Bir də transformların ümumi yazılı şəkli haqqında danışmaq istəyirəm. Transform yazıram. Məsələn, başlayaq rotate-dən, verək bir 50 dərəcə. Keçirəm buradan sağa. Bir scale vermək istəyirsiniz, məsəl üçün 1.5. Bir də translate x vermək istəyirsiniz. 100 piksel. Baxaq. Rotate-im olur, scale-im olur, plus da bir də sağa doğru hərəkət olur. Sağa doğru hərəkəti çox görmürsünüz translate x-i, çünki ölçüsü böyüyür ona görə. 300 eləsəm. Tamam, həm sağa getdi, həm də ki ölçüsü böyüdü gördüyünüz kimi. Bu formada transformun propertilərində bu formada bir şəkildə yazmaq mümkündür. Bugünkü dərsimizdə bu qədər uşaqlar. Biz bugün sizlərlə transformlar haqqında öyrəndik. Ən çox istifadə edəcəyiniz buradan rotate-dir. Bir də ən çox istifadə scale-dir. Sketch-dən bu da çox istifadə olunmur. Translate-dən də bu da çox istifadə olunmur. Çünki bunu siz margin, bir də position verib oradan top left-lə də yaza bilərsiniz. Bəzi yerləri var, istifadə olunduğu yerlər var. Amma burada ən çox istifadə edəcəyiniz transform scale və transform rotate-dir. Tamam, bugünkü dərsimiz bu qədər uşaqlar. Sağ olun.